Esselamu aleykum və rəhmətullah bərəkatuhu. İndi isə Mədinə 2 dərsinin, yəni 2-ci kitabın 2-ci dərsini sizə izah edirəm. 2-ci dərsində inkar feili ləysə haqqında danışacağıq. Biz nəvasikları keçdik, dedik 3 qrupa bölünür. Yəni bir qismi mübtədaya təsir eləyir, ikinci qismi xəbərə təsir eləyir, üçüncü qismində həm mübtədaya, həm də xəbərə təsir elədiyini dedik. Bugün biz ikinci qismindən olan ləysə haqqında danışacağıq. Biz dedik ki, yəni ləysə və ona bənzər yəni nəvasiklər belə deyək, elə bil ki, sadəcə mərfu, yəni adlıq halında olurlar, xəbərə təsir eləyirlər. Yəni xəbəri artıq kəsrada, daha doğrusu xəbəri ya bir hərf üzəri ilə kəsrada verəcəyik, ya da ki, sadəcə tənvin fəthədə verəcəyik. Çünki bir hərf üzəri, daha doğrusu ləysə ancaq xəbərə təsir eləyəcək. İndi bunun haqqında danışırıq biz. Deməli, ləysə əslində feildir, amma necə bir feildir? Naqis feildir, tam feil deyil. Yəni ki, biz bunu yenə normal feillər kimi şəxslərdə hallandıra bilirik. Amma əsl feil deyil. Sadəcə naqis feildir. Yəni bu ləysə yalnız bu formada qalır və dəyişməyəcək. İndi nə edirik? Məsələn, burada misallar verir. Mən sizə misallar üzərində bunu izah edə bilərəm. Məsələn, deyir ki, Hişam xəstədir. Mən indi Hişamın xəstə olduğunu bu cür nə deməliyəm? Hişamun məridun. Hişam xəstədir. Əgər mən Hişamın xəstə olmadığını desəm, bu zaman mənləysəni gətirməliyəm. Artıq deyil mənasını gətirməliyəm. Deməli, ləysə Hişamun, burada məridan, yəni dedik ki, ləysə xəbərə təsir eləyir. Xəbərə təsir eləyəndə nə baş verir? Ya bir hərf üzəri ilə gəlib, bir məridin deməliyəm, ya da ki, bir hərf üzəri gəlməyəcək, sadəcə məridan, yəni sözün sonunu tənvin fəthədə edəcəm. Yəni bu cür olacaq artıq. Və yaxud da başqa nümunə verib, ələkə əxun, sənin qardaşın varmı? Mən bunu deyirəm, xeyr, mənim qardaşım yoxdur. Lə, bu zaman ləysəni gətirirəm. Lə, ləysə li əxun. Xeyr, mənim qardaşım yoxdur. Bu formada deyirəm. Sonra burada cədvəldə ləysə feilinin keçmiş zamanda şəxs sonluqlarında necə dəyişdiyini göstərir. Birinci şəxsdə, məsələn, ləstu, mən deyiləm. İkinci şəxsdə ləstə, kişi cinsində sən deyilsən. Qadın cinsində isə ləsti, sən deyilsən olur. Üçüncü şəxsdə ləysəyi necə feillərdə dəyişmirdisə, məsələn, zəhəbə və yaxud da xaracət, dəxələ, bunlar dəyişmirdisə, bu ləysə feili də dəyişməyəcək üçüncü şəxsdə, ləysə olduğu kimi qalacaq, yəni o deyil kişi cinsində. Qadın cinsində yenə ləysət olacaq. Sonra biz deyilik desək, ləsnə olur. Siz deyilsiniz, ləstum kişi cinsində. Siz deyilsiniz, qadın cinsində, ləstunnə. Sonra onlar deyirlər, ləysu, yenə də qadın cinsində onlar deyirlər, ləsnə. Bu formada istifadə olunur. Sonra bu dərsimizdə nə var? Burada nə deyir bizə? Deyir ki, misal üzərində deyir, Həmid məsələn haradadır desək, əynə Həmidun. Biz bilirik ki, artıq burada əynə xəbərdir, önə keçmiş xəbərdir. Həmidun isə mübtədadır. Burada isə bizə nə verir? Deyir ki, əgər xəbər önə keçib, burada da həmin o formada verir. Li əslində mənim var. Bu əslində sona gəlməli idi. Yəni burada necə əynə xəbər önə keçmişdirsə sual, burada da li önə keçmiş sayılır. Ona görə də bu xəbər adlanır. Önə keçmiş xəbər adlanır, belə deyək. Burada sələssu, əxəvatin isə mübtəda olur. Bunun isə əslini burada göstərir. Sələsü əxəvatin li. Əslində belə olmalıydı. Sadəcə indi bizim bu dediyimizə uyğun olmur deyə biz də bu formada götürürük. Yəni xəbəri önə keçirtmiş oluruq. Məna cəhətdən də eyni olur. Sonra innənin bu dərsə adiyyəti var. Yəni innə haqqında danışır ki, yəni innə bu cür sözlərin, cümlələrin önünə keçəndə nə baş verir? Məsələn, burada fil hindi. Biz əsasən demişdik ki, əgər hərf üzərlər və yaxud da zərflər sözün əvvəlinə gəlirsə, var mənasını bildirir, həm də burada xəbər kimi çıxış eləyir.
Burada da misalda verir. Deyir ki, fil hindi, yəni Hindistanda var. Ənhərun kəsirun, çoxlu çaylar. Burada artıq fil hindi həm Hindistanda mənasını verir, həm də Hindistanda var mənasını verir. Çünki fi qabağa keçib. Yəni burada fil hindi xəbər, ənhərun kəsirun isə mübtəda olur. İnnəni daxil edərkən nə olur? İnnə qabaqda gəlir. Yəni fiilin artıq önünə keçmiş olur. Amma yenə də qabaqda olduğu halda bu fil hindi özün qoyub saxlayır. Yəni artıq orada xəbər rolunda çıxış edir. İnnə fil hindi ənhərun kəsiratun. Biz artıq birinci dərsdə demişdik ki, əgər innə artıq cümlələrə təsir eləyirsə, bu zaman mübtəda xəbər kimi götürülmür orada. Orada xəbəru innə və yaxud da ki, ismu innə kimi demişdik. Burada da yəni innə cümləyə daxil olur. Xəbər sadəcə önə keçdiyinə görə xəbəru innə sayılır. Mübtəda isə artıq olur ismu innə. Artıq burada mübtəda demirik. İsmu innə deyirik. Belə. Sonra burada nə sözümüz var? İbnu sözümüz var. İbnu sözündə demişik ki, yəni İbnu sözünün həmzəsi düşür. Əgər cümlələrdə istifadə edərkən İbnu sözündəki o həmzə düşür. Burada misalda da verir. İsmi Bilalu İbnu əslində Xalidin olmalı idi. Sadəcə cümlədə artıq xəbərdən sonra İbnu sözü gəlib deyə biz artıq burada atırıq. Yəni həmzəni atırıq, oxunmur. Burada Bilalubnu birləşdiririk artıq. Bilalubnu Xalidin. İsmu Bilalubnu Xalidin. Bu formada istifadə olunur. Başqa bir şey yoxdur. Belə əsas qaydaları izah elədim. İstəsəniz bu kitabı da yükləyib, buradan özünüzə daha ətraflı başa düşə bilərsiniz, oxuya bilərsiniz. Sadəcə çox dərinliyinə getmirəm ki, sizin üçün çətin olmasın. Əsas vacib olan qaydaları sizin üçün oxudum, izah elədim. Tapşırıqlarında kanala yerləşdirəcəm inşallah.